Herkese salam, kanalıma ve videoma xoş gəldiniz. Mən Zəhra. Bugün sizlərlə birlikdə nə edirik? Gördüyünüz üzrə... Ay, durun bir dəqiqə. Gördüyünüz üzrə əlimdə nə var? Əlimdə 9 Mart tarixində keçirilmiş buraxılış imtahanının sual kitabçası. YouTube'dan da, Instagram'dan da çox mesajlar gəlirdi ki, imtahanın necə keçdi, neçə yazdınız. Birincisi bunu deyim ki, mənim imtahan haqqında düşüncələrim yəqin ki, artıq sizə bəllidir. Çünki mən bunu Instagram'da da paylaşmışam və mənim videomu buradan təşəkkür edirəm. Təhsil xəbərləri də paylaşıb. Deməli, birinci bunu deyəcəm. İmtahan mənim üçün necə keçdi? Bərbad deyə bilərəm. Çünki həqiqətən bərbad idi. Bilmirəm, indi bəzilərinə yaxşı keçmiş ola bilər, bəzilərinə pis keçmiş ola bilər, mənim kimi. Bu arada bunu yapışdırmağıma səbəb iş nömrəmdir. Yəni, iş nömrəmin düşməyini istəmirəm. Deməli, bilirsiniz ki, bu vaxta qədər nə olubsa, hamısını sizlə paylaşmışam ki, bunu da paylaşacağım, neçə yazdığımı. İngilis dilindən 18 dənə düz yazmışam, Azərbaycan dilindən 25 dənə düz yazmışam, riyaziyyatdan isə tam-tamına 7 dənə mən düz yazmışam. Əslində 8 dənədir, prosta biri ətraflının açığıdır deyə onu yarıya qədər həll eləmişəm. Yarı bal verəcəklərimi, verməyəcəklərimi bilmirəm, ona görə 7 deyirəm. Birincisi bunu deyim, İngilis dilindən bu qədər az yazmağımın səbəbi Azərbaycan dili oldu. Çünki Azərbaycan dili nə mənim çox vaxtım getdi, yəni 3 saat vaxt verilməyib. Mən o 3 saatın 1 saatını tam-tamına riyaziyyata ayırmışdım. Və İngilis dilində də diqqətsizlik elədiyimə görə çox, dedim qrammatikaya bir saat 10 dəqiqə zətdə İngilis dilinə ayırım, 50 dəqiqə Azərbaycan dili. Çünki zaten Azərbaycan dili mənim, necə deyim, tanış olan bir fəndir də mənə. Yəni, prosta ki, mən buna blogdan da hazırlaşıram da. Nə qədər çətin düşə bilər ki, nə qədər çətin düşsə yazacam onsuz da. Amma ki, elə olmadı. Mən demək olar ki, 1 saat yarım vaxtı ancaq ayırdım. Azərbaycan dilini artıq danışa bilmirəm. Və niyə bu qədər gec bir video atdım orada, onu da deyim. İmtahandan gələndən bəri özümdə deyildim. Son günlərdə öz-özümə gəlirəm və hətta indi sizlə danışa-danışa belə başım gicərlənir mənim. Yəni, ətraf gözümün önündə dönür. Sadəcə artıq video çəkmək istədim sizlə də. Suallarınız cavabsız qalmasını istədim. Gücbələrlə özümə gəlirəm. Bunların hamısı yuxu pozuntularımdan, yemək pozuntusu, stressdəndir. Və bu stressin də səbəbi Dimin bizə olan sürprizi idi. Təşəkkür eləyirəm. İlk öncə həqiqətən biz bunun heç birini haqq eləməmişdik. Biz ölkəsi üçün, dövləti üçün çalışan uşaqlar idik. Onun, yəni dövlətimizin başını uca eləməkdən başqa heç bir məqsədimiz yox idi bizim. Siz bayramınızı bayram kimi keçirdəndə biz yollarda, hazırlıq yollarındaydıq. Siz yatanda biz dərs oxuyurduq. Siz yemək yeyəndə biz ac qalmağı seçib yenə də dərs oxuyurduq. Mənim elə günlərim olub ki, culumburuq su içində evə gəlmişəm, amma o paltarları sizə baxışlayın, amma dəyişməmişəm. Elə oturub onlayn dərsə qoşulmuşam ki, vaxtım itməsin. Müəllimənin dediyi heç bir sözü qaçırtmayım. Avtobusda propkanın içində məni görənlər görüb. Avtobusda propkanın içində əlimdə kitab mən test həll eləmişəm. O qədər əziyyət çəkmişdim, yəni. Bunların heç birisinə dəymədi amma mən bu əziyyətim. Mən özümdən 200 plus bal gözləyirdim, amma indi hesablasan heç 150 plus belə bəlkə də gəlməyəcək. Mövzulardan danışım biraz. İngilis dili tamam, qrammatikasını bir çox insan deyir, rahat idi. İngilis dilinin qrammatikası digərlərinə baxanda həqiqətən rahat idi. Amma bir neçə narahatçılığım var ki, İngilis dilində zərfdən və ismin yəli halından sual salınmamışdı. Yox idi ki, bunlar da ən asan suallardan biriləri idi ki, bu ikisi düşsəydi, mən 2 dənə sualım hazır idi da, yəni yazmışdım. O da 20 sual eləyəcəkdi artıq, mən 20 düz yazmış olacaqdım. Readingdən nədən bəhs olunduğu bilinmirdi tam olaraq. Yəni, onun uşaqlıq xəyallarından mı bəhs olunurdu, necə deyim, yoxsa onun kitabının mövzusundan mı bəhs olunurdu, kitabından mı bəhs olunurdu, bəlli deyildi bizə. Listening isə normalda 1 dəqiqə 30 saniyəli listening verilməli idi, amma o listening elə bir x-da qoşulub, necə 2x-da mı qoşulub, 3x-da mı qoşulub bilmirəm, amma 33 saniyəlik bir listening idi o və yəni
necə deyim, bizə verilən bütün dim kitablarında da listeninglər 1 dəqiqəlik, 1 dəqiqə 30 saniyəlik falan listeninglər idi. Amma bizə həqiqətən heç elə olmadı ki, listening bizi qırdı batırdı. O 6-cı sualı olmasaydı neyniyərdik bilmirəm. İngilis dili belə. İngilis dilində zaten o qədər çox narazıçılığım yoxdur ki, listeningdə çox narazılığım, bir də readingdə də var narazılığım. Demək olar ki, hamısında var. Qrammatikadan da dediyim kimi sual əksikliyindən problem yaşadım mən ki, istəyərdim zərflə yiyəlik hal düşsün. Çünki və modalı da elə bir formada salmışdınız ki, mən heç onun modal olub-olmamağını tam olaraq bilmədim. Yəni elə bildim başqa bir qaydaya mənsubdur. Deməli, bir də Azərbaycan dilinə keçək. Azərbaycan dili bilirik ki, hər birimizi qırdı, batırdı. Yəni bu 9 imtahan verən uşaqların hər birinin demək olar ki, qətliyamı baş verdi. O günlər bir dənə Instagramda müəllimə qarşıma çıxıb ki, mən buna uşaqların qətliyamı deyirəm ki, çox da düz deyir. Bizim qətliyamımız oldu. Yəni bir faciə kimi idi. Mən orada məktəbdən çıxanda anamın boynuna tullanmağı, anamın boynuna gülə-gülə qaçmağı nəzərdə tutmuşdum. Amma heç elə olmadı ki, video kayıtları qoyaram video arasına ki, mən oradan necə çıxmışam. Gözlədiyim kimi olmadı hər şey. Nətər oldu? Çətin oldu. Çətin idi, çox çətin idi. Azərbaycan dilində qrammatikaya tamına demək olar ki, 45 dəqiqə vaxtım getdi mənim. 45 dəqiqə vaxtım getdi. Mətnləri deməyəcəm. Mətnlər o qədər uzun salınmamalı idi. Birincisi tamam, mən mətnlərin mövzusu asan idi. Açığı mən bunu deyim ki, asan mövzularda salınmışdı. İndi kimə görə çətin, kimə görə asan onu bilmirəm, amma mən həqiqətən dəhşət çox böyük bir, yəni necə deyim, çətin mətnlər işləmişəm də. Plus da ki, məsələn biz güvənin sınaqlarına getməmişik hər birimiz. Güvənin sınaqlarında mətnləri bu boyda salırdılar ki, ona görə mən mətnin uzunluğundan o qədər problem yaşamadım açığı. Amma mətnin suallarından çox problem yaşadım. Açıq suallarından, qapalılardan yox da açıq suallardan dəhşət problem yaşadım. Çünki sualları elə salmışdılar ki, onu köçürtmək vaxt tələb eləyirdi. Yəni mənim vaxtımın yarısı o mətnin suallarını bir sual kitabçasına köçürdü, bir ora köçürdü. Yəni buna keçdi. Plus da ki, elə salbar bir sualın yəni tam doğru götürülməsi üçün orada 4 cümlə söz köçürtməlisən sən. Yəni dəhşət çətin salıblar. Belə bir çətinlik ola bilməzdi. Zaten tamam tutalım ki, plus da ki mən A variantıyam da indi. Sizə bir sual oxuyacağam. Mən orada dəhşət çətinliyi çəkdim. Bədii mətnin 49-cu sualıdır məndə. O nöqtələri tamamlayın var ha. Mən orada dəhşət çətinlik çəkdim. Düzdür, yazdım, amma çətinlik çəkə-çəkə yazdım ki, bu da mənim vaxtımı apardı. Elə onu düşünməyin özü həqiqətən də böyük bir şey idi. Bir də bədii mətndən də, bədii deyirəm, publisistik mətndən də burada 53-cü sual gedir məndə. Sizdə neçənci sual gedir bilmirəm, amma məndə 53-cü sual gedir. Bu kontekstə görə şərhlər var ya, bu portret falan, nömrələnmiş sözlər. Orada mən səhv yazmışam ki, portret tablo demək deyilmiş sizcə. Bizi oradan da vurublar. Ola bilər, tamam, qəbul elədim. Bir də orada mətnin iki müxtəlif tərkib hissələrində bir-birlə ziddiyyət təşkil edən cümlələr ki, onları mən yazmadım. Çünki başa düşmədim. Yəni başa düşmədim necə yazdım da, başa düşürsüz. Ona görə onları yazmadım. Sonra mətnlərim düzdür, çətin idi, amma düz yazmışam çoxunu. Sadəcə 2 səhvim çıxıb mətnlərdən. Biri yazmadığım, biri isə səhvdir. Qrammatika zaten bizi yıxdı sürdü. Orada 2 sual blok sualı idi. Heç şey deyil. Bir də mən Instagramda bir video paylaşmışam. Altından da demişəm ki, bu blok sualıdır, buraxılış sualı deyil. Ümumiyyətlə Azərbaycan dili. Instagramda video paylaşıb demişəm ki, mən ora blok səviyyəsində yox, buraxılış səviyyəsində hazırlaşıb getmişdim 3-cü qrup olmağıma rəğmən. Bir çox insan da bunu belə görüb ki, sən zaten blokka da hazırlaşmırdın ki, onları yazmalısan. Yazmağını yazmışam. Mən oradakı sualların düşündürücülük səviyyəsindən danışmışam. Yəni orada yazmaq bizim üçün problem deyil idi. Plus ki, belə bir şey var idi. Mən o sözümdə onu nəzərdə tutmamışam. Onu Instagram storyimdə də paylaşmışdım ki, mən orada o formada demək istəməmişdim. Demək istəyirdim ki, mən ora vaxtı bu
formaya uyğun, yəni qrup getmişdim. Mən o gün 40 dəqiqə yox, 50 dəqiqə Azərbaycan dilinə vaxt ayırmağı düşünürdüm. Çünki mətnləri zaten tez-tez işləyib qutaracağımı zənn eləyirdim ki, dedim yazaram, tez-tez qutarar. Qrammatikaya da dedim bir 10-15 dəqiqə vaxt ayıraram, elə yazıb qutararam da. Sonra o birisləri də oturub rahat-rahat həll eləyərəm. Amma mən elə düşünməmişdim. Epilusdakı çoxu deyir ki, asan idi. Siz gedin Epilusdakı 2025-2024-cü ilin buraxılış yəni suallarına baxın, ondan sonra gəlin danışın ki, asan idi. Bizə o birisi illərə nisbətən bizə olunan haqsızlıq həqiqətən də haqsızlıq idi da. Yəni buna layiq deyildik. Mən belə düşünürəm ki, biz buna layiq deyildik, amma din bizi buna layiq gördü. Sağ olsun, təşəkkür edirəm ona. Yəni Azərbaycan dili burada bizim əsl bizi batıran əsas fən və digərlərinə də vaxt ayıra bilməmə səbəbimiz Azərbaycan dili oldu. Ki, riyaziyyata gələndə riyaziyyatdan o qədər sadə şeylər səhv yazmışam ki, normalda burada düz yazmışam. Kodlaşdırmada gedib səhvi köçürtmüşəm. Yəni o qədər bərbad şeylər səhv yazmışam ki, mən yəni iki sualım dəhşət diqqətsizlik sualı idi, diqqətsizliyi idi. Qalanlarını düz eləmişəm, qalanları düzdür. Zaten riyaziyyatdan, bir də riyaziyyatda olimpiyada sualları salınıb ki, mən bunu Instagram videomda da dedim. Əgər biz olimpiyada, digər dövlətlərin olimpiyada suallarını işləyəcəksə, o zaman niyə Azərbaycanda imtahan veririk? Əgər digər dövlətlərin sualları bizə salınacaqsa, o zaman biz gedək elə həmin dövlətlərdə imtahan verək. Bizi göndərin orada gedək imtahan verək. Da mən nəyə durub xırdalan 9 nömrəliyə gedirdim ki, buradan. Məsələn, məndə 80-ci sualdır da. Bu, məsələn, bu sual olimpiyada sualı idi. Bu sual olimpiyada sualı idi. İndi bəziləri danışır, bunun eynisi dimə salınmışdı, bunun eynisi ora salınmışdı. Əzizim, biz demirik yaza bilmədik. Biz deyirik ki, vaxt çatdırıb yaza bilmədik. Çünki suallar dəhşət düşündürücü salınmışdı. Yəni, düşündürücü olduğuna görə vaxtımız gedirdi və biz bunları yaza bilmirdik. Şəxsən mənim yəni ingilis dilini yenə deyirəm. İngilis dilinə riyaziyyatı yazmamağıma, çox düşünə bilməməyimə səbəb Azərbaycan dili oldu. Yəni normalda heç müəlliməm birinci demişdi ki, riyaziyyatı aç da. Birinci ingilis dilindən bizdə başlanıldı. İndi hər insanda kimi listening başlanıldı. Tamam, listening yazdım, qutardım, super, əla. Amma gəldim, dedim ki, açma o bir tərəfi, bir Azərbaycan dilinə göz gəzdirim, ümumi göz gəzdirim. Dedim, gördüm ki, yəni bərbad ötəsi bir şeydir. Suallar o qədər, bəzi yerindən oturub danışanlar var ki, burada, hay nə bilim, belədir, hay oxuyan yazar, hay nə bilim, bəhanələr. Yalan, əgər biz bəhanə uydururuqsa, yalan sizin başınıza gəlsin, elə deyəcəm. Çünki birincisi, sən gedib oradan mənlə bir yerdə oturub imtahan verməmsən, o həyəcandan, o stresindən. Epizoddakı orada bizim nəzarətçimiz 5 dəqiqədən bir, hay vaxta bu qədər qaldı, vaxta bu qədər qaldı, vaxta bu qədər qaldı deyirdi. Ki, biz o həyəcanla yazmağa çalışırdıq. Siz durub öz dövlətimizin uşaqlarını alqışlamaqdan, bunu belə bacarıblar deməkdən, siz durub bizə şey eləyirsiniz, nədir bu? Güya ki, biz yanlış danışırıq, güya ki, biz yalan danışırıq. Bizə o qədər irad bildirənlər oldu ki, həqiqətən. Bəzi müəllimlər belə ayağa qalxışıb ki, çətindir. Bəzi çox bilmişlər, ağıllılar durub deyirlər ki, ay onun harası çətindir, onun harası çətindir. Onların da çoxu ya valideynlərdir, uşaqları yaxşı yazan valideynlər. Yarısı da ki, bəzi müəllimlər, yarısı da hələ ya 15-i, ya da ki, keçən il, ya da ki, gələn il imtahan verəcək olan uşaqlardır. 15-i deməyimə səbəb odur ki, bizim də bir neçə dostlarımız var ki, evə gələn kimi yazdılar ki, o saat suallarımız asan düşüb ki, asan deyil. Mən şəxsən neçə gündür özümə yeməyi, yatmağı, içməyi haram bilirəm. Buna səbəb imtahanım idi. Mən 200+ bal gözləyirdim. Tək ki, mən yox, anam, atam məndən 200+ bal gözləyirdi. Bəziləri mənim videomun altına şərh yazıb. Yəqin çox oxumamısan, çox əziyyət çəkməmsən. Elə bizim nəzarətçimiz özü də. İmtahandan çıxmışıq, deyir ki, qəbulanaq ki, siz çox əziyyət çəkməmsiniz. Sən hardan bilirsən, mən əziyyət çəkməmişəm. Mənim yatmadığım günləri mənim sadəcə anam görüb. Mənim yemək yemədiyim günləri hamısına bir Allah, bir də anam şahid olub. Yəni atam mənim xaricdə yaşayır da, burada yaşamırdı, o qədər də bilmir. Amma o belə yəni deyir ki, həqiqətən çox əziyyət çəkmirsən. Çünki atam mənə açan zəng edirdi, mən yağışda, qarda, yolun ortasında gedirdim. Qar dizdən idi, biz
hazırlığa durub gedirdik. Bu ili demirəm, amma tək keçən illər, o illər. Keçən il bizə elə bir qar yağdı ki, biz o qarda hazırlıqlara getməyə hələ də davam eləyirdik. Bizim zəhmətimiz, əziyyətimiz yerdə qalıb, biz nə eləyəcəyimizi, biz hələ o həyəcanla, o stresslə bilmirik. Səidə Bəkir qızı belə bizə tərəf danışır. Bəziləri durub burada deyir ki, uşaqlar yalandan atırlar, uşaqlar belə eləyirlər, çox da asan düşüb. Amma mənim ən çox əsəbi oynadığım, tamam, müəllimlər bəlkə də bilir, müəllimlər bildiyinə görə danışır. Uşaqlar da indi uşaqların gözünə asan görünür. Valideynlərin danışmağı deyil, mənim əsəblərimi pozan. Sən heç nə bilmirsən, sən indi aşağılamıram, əsla, əstağfurullah, heç bir şey demirəm. Amma yəni sən elə o mövzular sənə tanış deyillər. Sən illər öncə bitirmisən. Sənin uşağına tanışdı o yəni mövzular. Sən nədən durub danışırsan ki, asandır, asandır. Sən gəlib bizlə orada oturmamısan ki, düzdür, həyəcan çəkimsən. Amma yəni tutam sən, tamam, sən uşağın çox gözəl yazdı, çox super yazdı, əla, super. Səni alqışlayırıq. Halaldır sənə. Amma yəni durub hamının içində asandır, uşaqlar yaza bilmir. Mənim uşağım yazdı demək nəyi doğrudur? Şəxsən mənim anam baxır, deyir ki, bəlkə Zəhra sən yaza bilməyibsən, məndən qorxursan deyə deyirsən ki, ana çox çətin idi. Deyirəm ana, Allah haqqı, ya hamı danışır bunu. Hamı danışır ki, çox çətin bir vəziyyətdə salınıb. Yəni mən oturmuşam burada, arxama çöndüm, bir dənə belə baxdım çarpazımda oturana. Uşaqları belə göz gəzdirdim. Hamısının gözündən belə yaş axırdı. Bir dənə qız ağlayırdı hətta. Yəni dəhşət pis bir vəziyyətdə idi. Bir dənə uşaq hətta yaza bilməyib çıxmışdı. Anam deyir ki, uşaq çıxdı, uşaq uca yıxılırdı, atası getdi tutdu uşağı. Sual işarəsi qoyub bir dənə sual kitabçasının üstünə, cavab kartına verib nəzarətçiyə, çıxıb oradan da. Yəni uşaq əməlli başlı nə oxuya bilməyib, nə də ki bir şey. Yəni imtahan keçə bilməyib. Şəxsən elə uşaqları tanıyıram ki, 280, 230-luq, 240-luq, 290-lıq uşaqlar idi. Gəldilər buradan 160-170-ə belə balları güclə çatır, güclə. 200-ə güclə çatırlar da, yəni düşünün o dərəcədə. Şəxsən elə biri mən özümdən 200 plus bal gözləyirdim, 210, 220 zat gözləyirdim də özümdən. Amma gəldim, məsələn, evə gördüm nəticələrimi belə, dedim ki, mən 150-yə, 160-a güclə çatıram da. Yəni, bəlkə balımı yarı götürsələr, mən heç 150-yə belə çatmayacam o dərəcədə. Yəni, balıma tam versələr indi, o ayrı. İndi tək məqsədimiz o qaldı ki, oturaq bloka hazırlaşaq. Düzdür, artıq həyatın sonu deyil bu. Bəzilərinə buradan səslənirəm ki, həyatın sonu deyil. Biz daha da davam eləməliyik, daha necə deyim, hirslə, daha belə iradə ilə davam eləməliyik. Oldu, burada zəif gəldi nəticəmiz, amma inanıram ki, blokdan yaxşı olacaq, ya da ki, ballar aşağı inəcək, biz də yaxşı yazacağıq. Və hər birimizdə inşallah bu il onlara rəğmən, onların qurduğu bu təhsil sisteminə, bu çətin suallara rəğmən biz inşallah, yəni necə deyim, hər birimiz tələbə adı qazanacağıq, hər birimiz də o universitetlərə, istədiyimiz ixtisaslara yiyələnəcək Allahın köməkliyi ilə. Görək təki necə olur. İnşallah yaxşı olar, inşallah. Ətrafımdakiləri həqiqətən o psixologiyasını qoruyub saxlamağa çalışıram. Mənim də psixologiyamı müəllimlərimlə padruqamlar, dostlarım qorumağa çalışır. İnşallah yaxşı olar. Hər birinizi öpürəm həqiqətən buradan. Qarşıdan gələn Novruz bayramımızda bu arada təbrik edirəm səmimi qəlbdən. İnşallah hər birinizə gözəl bir bayram arzulayıram. Buradan yüksək nəticə yazanları da təbrik edirəm. Halal da sizə həqiqətən də ki, o necə deyim, suallarla siz bacara bilmisiniz. Biz bacara bilmədik, siz bacara bilmisiniz. Həqiqətən hər birinizi təbrik edirəm. Hər birinizi də öpürəm. Özünüzə yaxşı baxın, sağ olun. Gələn videolarda görüşmək üzrə. Bay bay.